Herkese salam qızlar, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Necəsiniz? İnşallah hər kəsin keyfi əhvalı yerindədir. Mən də yenə kargo açıram. Burada 3 ədəd məhsul Trendyoldandır, biri də Temudandır. İndi bunları short formasında çəkim, daha sonra vlogda sizə göstərəcəm. Deməli, qızlar, Temudan bu dəfə bu firmaya məxsus yüz maskaları aldım. Hətta dünən də birini istifadə etmişəm. İndi bu vlogda da görəcəksiniz, istifadə etdiyim zaman çəkiliş etmişəm. Yaxşıdır, bəyəndim. Hədiyyəliklərin içərisinə də qoymuşam bu maskalardan. İnşallah bir xanımı seçib ona hədiyyəni göndərəcəm. Əlbəttə siz də əgər qalib olsaz, düşüncələrinizi bölüşərsiniz maskalara dair. Daha əvvəlki maskalar Sador firmalarına məxsus idi. Bu dəfə amma dəyişiklik etmək istədim. Deməli, qızlar, kargoları açdım. 6 ədəd duş geli var idi. Aparıb hamama qoydum. Hərəsindən bir dənə. Bir ədəd belə magnolia qoxuludur. Bunun içərisində belə xırda dənəciklər var. Scrub effekti verir. Bir dənə belə sandal ağacı və lavanta yağı. Bunun qoxusunu bəyəndim. Fresh bir qoxusu var. Bunun da qoxusu çox gözəldir. Şirin bir qoxusu var. Böyütülən və orxideya özləri ilə. Bu ikisinin gözəl bir qoxusu var. Bu da yaxşıdır. Palmolivin ümumiyyətlə, yəni pis məhsul yoxdur da. 4 ədəd belə diş pastası almışdım. Bir ədədini aparıb qoydum hamama. Bu əsasən kofe, çay və siqaret çəkənlər üçün nəzərdə tutulub. Diş sararmalarının qarşısını alır. Yəni əsl bizim ailə üçündür. Və bunu da Ajdaya aldım. 3-5 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Və 10 dənə maskadır, Temudandır bunlar. Kodlarını əlavə edərəm. Həm hədiyyəliklərin içərisinə qoymağa, həm də özümün istifadəm üçün. Maskalarım bitmişdi. Elə aldım. Digər aldığım Sador firmasından olan maskaları da yenidən alacağım. Bunu da yoxlamaq istədim. İnşallah bəyənərəm. Mənim ən çox istifadə etdiyim misellər sudur. Gün makyajımı silərkən istifadə edirəm. 4 ədəd misellər su aldım. Bunlar ikili şəklində satılırdı. 2 set şəklində satılırdı. Həmin o misellər suyun yanında belə stikerlər hədiyyə edirdilər. Belə pambıq disklər hədiyyə edirdilər. Ona görə 2 set aldım. Və L'Oreal'ın mağazasından da belə bir tonik aldım. Bunu ChatGPT ilə məsləhətləşib sifariş verdim. Üzümdə məsamələr böyümüşdü. Məsləhət elədim. Dedi ki, bunu al, bəyənəcəksən. Əslində burada yazılıb günlük kullanım, yəni gündəlik istifadə üçün, amma mən həftədə 2 ya da 3 dəfə istifadə eləyəcəm. Çox istifadə etməyi düşünmürəm. Çünki bunu istifadə etdikdən sonra axşam üzümüzü bununla sildikdən sonra gərək həmin günün səhəri SPF istifadə eləyəsiz, çəkəsiz. SPF də bilirsiniz ki, mənim yaralı yerimdir, yəni o qədər işlətməyi sevmirəm. Ona görə də çalışacağım həm az, həm də yəni normal həftədə heç olmasa 2-3 dəfə istifadə eləyim. Məmnun qalsam sizinlə də bölüşərəm və qablarımı da birazdan göstərərəm sizə. Alışverişim bu qədər idi. Sırf kosmetika baxım məhsullarına görə bəziləri zapasa gedəcək. Artıq duş gellərini falan istifadəyə qoydum. Bunlar isə zapasa gedəcəklər. Və belə qızlar, qablarımı da gedək göstərim sizə. Zapasa ayırdığım məhsulları bura qoydum, amma daha sonra yerini dəyişəcəm. Camaşırxanada şampun falan qoyduğum yer var, ora qoyacağım. Sadəcə həmin vaxtı uşaqlar yatırdı. İstəmədim ortalıqda qalsın. Nə də olsa axşam durub gəlmə ehtimalları olur. Yəni diqqətlərini cəlb etsə durub açacaqlar. Raul bu məsələdə çox belə maraqlanan uşaqdır. Hər şeyi qurtdalayır, açır, tökür, dağıdır. Ona görə elə qoydum şkafın içərisinə. Daha sonra camaşırxanaya yerləşdirəcəm. Qablarım isə bunlardır qızlar. Daha əvvəlcədən bunu almışdım yadınızdadırsa. 6 ədəd fərqli şəkillərlə belə qablarda. İndi bunların böyüyünü almışam. Diametr olaraq ölçülərini qeyd edirəm. Baxın, gördüyünüz kimi belə qabdır. Süfrədə daha belə estetik görsənməyi üçün hər iki ölçüdə aldım. Bunun digərləri dolabdadır. Sizə göstərmək üçün bir dənəsini çıxartdım. Bunları qoymuşam bura ki, sabahları yuyaram, səliqəli şəkildə yerləşdirərəm dolaba və belə. Bunu da göstərdim. Yeni qablar almışam yenə. Bugün çox gözəl bir qab gördüm, onu sifariş elədim. Dözə bilmədim. Bilirsiniz ki, mən qab görəndə dayana bilmirəm. Amma yəni çox gözəl idi. İnşallah gəlsin, mənə haqq verəcəksiniz ki, həqiqətən də gözəl bir seçim idi. Bu qabları da aldım ki, süfrələrdə gözəl görsənsin. Həm belə qonaqlıqda falan belə 2 ədəd qoymaq yaxşıdır ki, aş üçün, salat üçün, yəni belə ayrı. Əslində süfrə düzümü 3 dənə boşqabdan ibarət olmalıdır. Salat, dolma və aş boşqabı. Amma bu boşqabların 2 ölçüdə olanı var idi deyə elə qərar verdim ki, ikisini də alım. Əgər daha kiçik ölçüdə olsaydı, onu da alacaqdım. Test formada olmağı daha yaxşıdır məncə. Burada da mətbəxdə öz üçün fırlanan qarışqaya fikir verməyin. Artıq hamısı çıxıblar, qarışqalarımız. Gəzirlər evdə bütün günü, nə axtarırlar bilmirəm. Çox vaxt zibilə yığışırlar, amma zibili də
tez-tez çıxarıram. Bilmirəm sizdə necədir, amma mən zibil kloku çatdıra bilmirəm qızlar. Hətta bəzən olur ki, yoldaşım marketdən əlavə pul verərək əlavə zibil kloku alır, amma yenə də mən zibil kloku çatdıra bilmirəm. Bizim evdə dəhşət çox zibil çıxır. Gərək böyük qara zibil kloklarından alım. Onu da həyətə qoymaq üçün əlavə zibil qabı almaq lazımdır. Onu da mən nə Trendyoldan tapa bilirəm, nə də Temudan. Gərək onu da Sədərəkdən yoldaşım alsın. O da əlbəttə ki, sual altındadır hələ. O da hələ ki qalıb qızlar. Gərək bir dənə böyük zibil qabı alım həyət üçün. Bina evində yaşamağın da bu yönü yaxşıdır ki, hər şey tərtəmiz, zibili çıxartdın, tulladın, məhlədəki zibil qabına qurtardı, getdi. Amma həyət evində hələ məhlə içi bir yer olduğunda ona çətinləşir hər bir şey. Bu zibil mövzusuna da hardan gəldim bilmirəm. Axırda da qablarımı yudum, yerləşdirdim qızlar. Gəlmişəm padvala otopleniya kod verməyə. Havanın yenə başı çönüb. Bəlkə yağış yağdı. Bir dənə güllərə baxın. İnşallah gün çıxsa bunlar da biraz qidalanıb gözəl güllər açar. Hələ ki buton formasındadır. Burada da var. Burada da var. Geçən. Maşallah, maşallah. Uşaqlar yatdı. Mən də biraz televizora baxım, maska falan eləyim. İstirahət zamanı. Deməli qızlar, birinci üzümdəki makyajı siləcəm. Geçən dəfə bir izləyici soruşmuşdu ki, bu pambıqlar məndə pambığı çıxır. Mən hələ indiyənə kimi belə bir şeylə rastlaşmamışdım. Amma son kargo açılımında misilyer su aldığım zaman yadınızdadırsa belə pambıqlar hədiyyə etmişdilər. Onu istifadə edəndə gördüm ki, bunun pambıqları çıxdı. Yəni ilk dəfə də belə bir şeylə rastlaşırdım ki, üzümdə ağaq pambıqlar olmuşdu. Hər dəfə yəni eyni miqdarda misilyer su tökürəm, yəni onun fərqi yoxdur mənə görə. Amma məncə pambığın özündən asılıdır, markadan asılı çox güman ki. Üzümdən çıxan makyaj, hələ gözümü silməmişəm. Bu da gözüm. Bugün tonal krem istifadə etməmişdim, sadəcə BB kremdən istifadə etmişdim. İndi maska qoyum. Əslində üz yuma geli ilə yusaydım daha yaxşıydı, amma həvəsim olmadı. Və qızlar, bura kimi izləmişsinizsə, hələ də kanalıma abunə deyilsinizsə, zəhmət olmasa abunə olun və videonu da bəyənin. Şərh bölməsində də düşüncələrinizi bölüşə bilərsiniz. Dəstəyiniz mənim üçün önəmlidir. İnşallah kanalım daha da böyük zirvələrə gəlsin. Yeni abunələrlə birlikdə gözəl əməkdaşlıq təklifləri də gəlsin. Tez-tez yəni bunları özüm üçün arzulayıram. Çayımı da süzdüm. Mənim bu yeni çaşqıma fikir verməyin. Böyüdü deyə dəyişə bilmirəm bunu. İndi gedim bir stəkan çay içim. Maskam da üzümdə istirahət edeyim. Həm də ki, Yağmur Çevik video paylaşıb. Onu izləyim. Daha sonra söhbətləşərik. Bəlkə də sabahsı gündən yenidən vlogu davam edərəm. Hələ ki bilmirəm. Yeni bir gündən salam qızlar. Hava yenə uçulur. Rahar gedib laqapedə. İndi birazdan gəlməlidir. Mən də yeni oyandım. Onu gözlərini sonra yatıram. İndi keçim mətbəxə, görə yine hazırlayırıq səhər yeməyinə. Son vaxtlar yoldaşımın ən sevdiyi səhər yeməyi kalvas çörəkdir. Ona görə səhər yeməyi süfrəsi hazırlamağa həvəsim yoxdur.
Ürəyim də bugün şirin bir şey istəyir. Sizdə də elə olur qızlar. Səhər duran kimi bir dənə şirniyyat istəyə gəlmişdi mənə. İstirdim belə şirin bir şeylər hazırlayım, yeyim. Çay dəmlənənə kimi də yoldaşım gəldi, kalbasa çörək ver yeyim. Bilmirəm, son vaxtlar bu aldığı kalbasanı çox sevir deyə elə hər dəfəsində onu hazırlayıram, yeyir. Bayaq da qazın üzərində slip ilə sildim. Can rahatlığıdır. Bəzən bu slipin salfetləri yenə sifariş etmişəm. Mən Trendyoldan almışdım keçən dəfə. Kargo pulu çox gəlmişdi deyə çox da sərf eləməmişdi qiymət baxımından, amma indi hal-hazırda sürət kargoda 10 kiloya kimi məhsullara 8 manat ödəniş eləyirsiniz deyə hesabladım. Hardasa Bakıya nisbətən qiymətləri münasib olduğu üçün elə bu dəfə də Trendyoldan sifariş etdim. Hələ ki yoldadır, gəlməyib. Şirin bir şey də istəyirdim deyə blinçika hazırlayacağam. Mən elə blinçika hazırlayana kimi Raul da gəldi. Ona saska yumurta bişirdim. Səhərlər Raul daha çox saska yumurta yeməyi xoşlayır və daha sonra keçdim blinçikləri bir-bir qızartmağa. Yeni tava almağıma baxmayaraq bu tavam mənə o qədər rahatdır ki, qızlar, həqiqətən öyrəşməkdən çox şey asılıdır. Digər tavam çox gözəl qranit, yəni yapışdırma falan eləmir. Amma digər ki, böyükdür deyə narahatdır mənə onu da hazırlamaq. Onu Trendyoldan almışdım təzəlicə. Bu amma çox köhnə bir tavadır. Mama gətirmişdi bunu mənə. Amma yəni də çox rahatdır bu tavada hazırlamaq. Və blinçiklərim də hazır. Gedirəm nuş eləməyə. Hələ yarısını bişirmədim, çünki çox acımışdım. Burada da stakanda adım görsənir. Gördüyünüz kimi adım Fatimədir, bəli. Dövlət sirri kimi saxlamağa məncə ehtiyac yoxdur. Yəni sadəcə açıqlamırdım deyən kimi. Çaşkada da görsənəndə artıq gizlətmək istəmədim. Artıq adımı da bilirsiniz qızlar. Deməli qızlar, indi bu sarı orxideyamın qabını dəyişəcəm. Görürsüz üzərindəki çiçəklər də açıb, bəziləri tökülüb. Buradan da görünür. İndi bunun qabını dəyişim. Və qızlar, orxideyanı dəyişdim qabına. Burada hal-hazırda 3 dənə orxideyam var. Bir dənə də orxideyam var, amma onun qabı yoxdur deyə qalıb digər pəncərədə. Həm də gülü falan yoxdur, hələ ki açmayıb. Bu orxideya mənim ilk göz ağrımdır. Bunu mama almışdı mənə ad günümdə. Bu bir müddət açmadı. Daha sonra maşallah çiçəkləndi. Dekabr ayının 20-si. İlk dəfə gülünü məndə açdı. Yəni alanda gül var idi, sonra töküldü. Hardasa 2 il sonra dekabr ayının 20-si artıq tomurcuqları falan var idi. Dekabr ayının 20-si bizim evlilik il dönümümüzdə gülünü açdı. İlk gülü baxın budur. Hələ də necə var. Elə gözəl bir şəkildə də qalıb. Üzərində 1-2 dənə gülü töküldü. O heç. Amma ki belə çox gözəl, maşallah olsun, sağlam şəkildə böyüyür. Bu mavi orxideyanı da bilirsiniz ki, yoldaşım almışdı. Köhnə vloglardan izləyənlər varsa bilir. Bunun indi budaqlarını kəsmişəm. İnşallah bu da böyüməyə doğru gedir. Biraz bunun torpağında problem var idi, onu dəyişdim. İndi bilmirəm, inşallah yaxşı olar. Və bu gülüm də buradan baxın, yarpaq çıxardıb, yeni bir yarpaq. Bu yarpaq da daha sonradan çıxıb, səhv eləmirəmsə. Burada da belə yarpağı çıxır. Yəni bu irəliləyişə doğru getdiyinin göstərgəsidir də bu yarpaqlar falan çıxmağı. Deməli, bunu da qaynımgil mənə 8 martda almışdı, səhv eləmirəmsə. Sarı orxideya. Üzərində tomurcuqları çox idi. Sadəcə yerini dəyişdiyi üçün töküldü tomurcuqları. Bunlarda bir xasiyyət var ki, gərək onun yerini dəyişməyəsən. Alandan sonra da çox vaxt niyə tökülür? Çünki yerini dəyişmiş olur. Ona görə də tökülürlər. Amma bir çoxları yenə də sağlam tutundu. Açdı. Bilməm sizə nə qədər maraqlıdır bunlar. İndi bunun yeni qabını dəyişdim. Torpağını falan hamısını dəyişdim. İnşallah daha sağlam böyüyər. Və belə qızlar. Bir dənə də bu qablardan alacağım digər orxideya üçün. Bu dolabı da bura gətirmişəm. Bilmirəm göstərmişəm sizə ya yox. Raul aboylarımızı falan cırıb. Pərdələrlə bir hissəni bağlayırıq. Amma bura boş qalmışdı. Burada əvvəl peçimiz var idi. İran peçi. Ataplen falan çəkilməmişdən İran peçi istifadə edirdik. Onun turbasının yeri qalıb. Gözləyirik ki, biraz Raul böyüsün. Ondan sonra ümumi evimizi təmir eləməyi planlaşdırırıq. Amma hələ ki, yəni belə dekor eləyərək biraz bu ortalığı səliqəyə salmış oldum. Yəni çirkin görüntüdən əsər əlamət qalmadı. Və belə orxideyalarımı çox vaxt pəncərənin önünə qoyuram. Amma Raul gedir, gəlir, qurtdalayır torpaqlarını. Ona görə çox vaxt elə burada saxlayıram. Belə qızlar, bunlar da mənim gözəllərim. Bu da mənim gözəlim xalalar.
Və qızlar keçdim mətbəxə. Səhərdən qablarımı yumuşdum. Dedim silim onları yığım yerlərinə. Ortalıqda qalmasın. Siz isə hələ də kanalıma abunə deyilsinizsə, zəhmət olmasa abunə olun və videonu da bəyənin. Uşaqların otağındakı dolabın bir hissəsini də özüm üçün ayırmışam. Bu şüşə qablarımı ora yığıram. Lazım olduqda da elə qapısının açarı var. Açıb götürürəm. Burada olmağı yaxşıdır ki, açarına görə rahat çox qurtdalanmır. Nə də olsa şüşədir, qırıb eləyər deyə narahat oluram. Amma açarını da ortalıqda qoymuram ki, əlinə keçməsin. Və keçirəm qab yanında təmiz qablar var idi. Onları yığmağa yerlərinə. Mən biraz təmizlik edərkən qarışıq iş görürəm. Məsələn, mətbəxdə olan hər hansısa bir əşyanı başqa bir otağa aparanda elə qalıram digər otaqda. Oradakı nəyisə səliqəyə salıram. Sonra oradan çıxıram, keçirəm o birisi otağa. Ona görə çox vaxt təmizlik eləyəndə aləm dəyir bir-birinə. Həm də videoda çəkə bilmirəm. Bu kofe stakanlarım da qızlar Karacadandır. Çox keyfiyyətlidir. Qab yanına da qoyuram. Rəngi falan solmayıb. Ən sevdiyim bölmə də elə bu dolabdır. Rəngarəng kofe çaşkalarımın hamısı yan-yana yığmışam və artıq burada da vloqumu sonlandırıram qızlar. İzlədiyiniz üçün təşəkkür eləyirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.